Əbəlfəz yıxılanda dedi, ya əxak ədrikni əxak. Burada axır bir dəfə dedi, qardaş çatdır özüvə, çatdır özüvə. Əbəlfəzin yıxıldı. Deyirlər, İmam Hüseyin eşitdi, üzün tutdu Zeynəbə, bacısına, dadına yetişən o Zeynəb. Dedi, Zeynəb bu kimin səsidir? Dedi, qardaş Əbəlfəzin səsidir. Deyirlər, İmam Hüseyin qaçdı. İmam Hüseyin qaçdı. İmam Hüseyin gəldi, çatdı, Əbəlfəzi deyir, başını qoydu dizlərinin üstünə, tərpədirdi yerdən. Orada deyirlər, Əbəlfəz qayıtdı, Hüseyin, neynəmək istəyirsən, ya əxak, ma turid, nə istəyirsən? Dedi, Əbəlfəz, istəyirəm sənə xeymələrə aparım. Dedi, nə olar, Hüseyin, mən aparma. Hüseyin, mən aparma. Dedi, niyə? Dedi, uşaqlara su söz vermişdim da, su da apara bilmirəm, mən niyə aparsan xeymələrə?